Nümunə ilə bağlı doğru fikri müəyyən edin. Namərdin dünyada çox çəkdim bəhsin, namusun, qeyrətin, arın görmədim. İkinci misrada incə, dodaqlanan qapalı sait işlənib, söhbət ü saitindən gedir. Burada ü saitinə rast gəlmirik. Qalın sait olan sözlərin hamısı ahəng qanuna tabedir. Yanlışdır, çünki namərd sözündə belə birinci sözümüzdə ahəng qanunu pozulmuşdur. A qalın olmasına baxmayaraq. Qapalı saitlər uzun tələffüz olunur. Namərd, namus, A saitləri uzanır. Burada da A saiti açıq saitdir. İncə saitlərin hər biri iştirak edib. Ə, İ, Ü, Ö, E doğrudur. Cavabımız elə bu variant olacaq. Dodaqlanan sait olan sözlərin hamısında uzanma var. Dünyada sözündə misal üçün ü olmasına baxmayaraq, görmədim sözündə də ö olmasına baxmayaraq uzanma yoxdur. Bu da yanlış fikirdir.